ev üsulu olan mağazadakına qalib gələ bilərmi? Gəlin yoxlayaq. Əvvəlcə balıqlarımızı təmizləyib hazırlayırıq. Burada ən vacib məqam balıqların bütöv qalmasıdır. Sizcə balığın formasını itirməməsi üçün hansı kiçik sirrimiz var? Mən onların həm baş hissəsini, həm də daxili orqanlarını tam təmizləyirəm ki, yeyəndə heç bir acılıq olmasın. Təmizlədikdən sonra bol suda yuyub quruluyuruq. Sizin təmizləmə üsulunuz necədir? Başını saxlayanlardansınız, yoxsa mənim kimi tam təmizləyənlərdən? İndi isə keçirik əsas məsələyə. Balıqlarımızı yüngülcə unluyuruq. Bu həm balığın formasını saxlamasına kömək edəcək, həm də sosu daha qatı və ləzzətli edəcək. Soyuq tavamıza biraz duru yağ əlavə edirik və budur, mənim ən sevdiyim mərhələ. Balıqları tavaya bir-bir eyni ilə günəş şüaları kimi düzürəm. Baxın, bu görüntünün özü artıq bir sənət əsəridir. Belə düzəndə həm hər tərəfi bərabər bişir, həm də süfrəyə elə tavadaca verəndə çox gözəl görünür. İndi isə o məşhur tomatlı sousu hazırlayaq. 1 stəkan su, 1 qaşıq tomat, duz və istiot. Sizcə bu sousa biraz sarımsaq əlavə etsək necə olar? Mən bu dəfə klassik üsulla gedirəm. Amma fərqli ədviyyat sevənlər üçün bu əla seçim ola bilər. Bir üzünü qəşəngcə qızartdıq və indi ehtiyatla çeviririk. Sousu balıqların üzərinə gəzdirəndə o çıxan səs və ətir, inanın o qoxunu sizə ötürə bilsəydim, artıq acmışdınız. Ətri tamamlamaq üçün 1-2 dəfnə yarpağını da aralarına qoyuram. Qapağını örtüb van modda bişirməyə qoyuruq. Baxın, nəticə göz qabağındadır. Balıqlar bir-birindən ayrılır, dağılmır və sousu tam canına çəkib. Sizcə də mağazadakı o konservalardan daha iştaha açan görünmür. Məncə evdə hazırlanan hər şey həm daha təmiz, həm də daha sevgilidir. Bu resepti yoxlayan olsa mütləq mənə yazsın. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın ki, yeni ləzzətləri qaçırmayasınız. Nuş olsun.